Herkese salam. Bugün ters trigonometrik funksiyalar, onlar haqqında, onların qrafikləri, həmçinin deməli ən böyük və ən kiçik funksiyada qiymətin tapılması, dövrün hesablanması, tapılması kimi mövzulara baxırıq. Həmçinin trigonometrik tənliklər və trigonometrik bərabərsizliklərə də birlikdə baxırıq. İlk öncə keçən izahımızda biz baxmışdıq 4 dənə sadə funksiyaya. Birincisi y bərabərdir sinus x, y bərabərdir kosinus x, y bərabərdir tangens x və y bərabərdir kotangens x funksiyalarına baxmışdıq. Bunların haqqında əvvəlcə qısa məlumat deyək. Deməli, bunun df-i mənfi sonsuzluq, müsbət sonsuzluğu idi. Yəni, həm sinusun, həm kosinusa aiddir bu. Y-fləri isə nə idi? Mənfi 1 ilə 1 aralığı idi. Düzdürmü? Sonra tangens də necə idi? df burada mənfi pi bölək 2 üzərinə gəlsin pi k ilə pi bölək 2 üzərinə gəlsin pi k aralığındaydı. Və y-fi də demişdik ki, istənilən qiyməti ala bilirdi. Kotangens x-də də df-imiz 0 üzərinə gəlsin pk, yəni pk ilə pi üzərinə gəlsin pk arasındaydı. Y-f yenidən mənfi müsbət sonsuzluqdur, yəni istənilən qiyməti ala bilər. Və biz demişdik ki, sinus x-dir, tangens x, kotangens x hamısı təkdir. Bir dənə kosinus x funksiyası cüt funksiya idi. İndi funksiyanın tərsini tapanda biz demişdik ki, x y-ə çevriləcək, y də x-ə dəyişəcək və sonra da y-ə görə həll olunma olurdu. İndi gəlin bir-bir hamısına baxaq. İndi baxırıq birinci y bərabərdir sinus x funksiyasına. Tərsini yazsaq, yəni yerlərini dəyişsək, x bərabərdir sinus y olacaq, yəni sinus y x-dir. İndi biz burada y-i tapmalıyıq, yəni y ifadə eləməliyik. Y ifadə edəndə artıq bu çevriləcək arksinusa, yəni arksinos x-dir. Burada x nəyi bildirirdi? Dərəcəni bildirirdi, y ədədi qiymət. Amma burada artıq tərs olacaq. X ədədi qiymətdir, y dərəcəni bildirəcək. Burada yenidən df-imiz nə idi? Mənfi 1, müsbət 1 aralığı idi. Amma y-fimiz, yəni bunların tərs funksiyada demişdik ki, df çevrilir y-fə, y-f çevrilirdi df-ə. Düzdürmü? Bunu demişdik. İndi burada deməli df-imiz bu olacaq, amma y-f mənfi müsbət sonsuzluq deyil. Mənfi 1 qiymətini harda alır? Mənfi pi bölək 2-də, müsbət 1-də pi bölək 2-də. Yəni bu aralıq olacaq. İndi gəlin bunun deməli qrafikini quraq. Çəkək deməli koordinat çəkək. Bura y-dir, burada x-dir. Deməli intervalımız haradır? Mənfi 1 ilə 1 aralığıdır. Yəni asimptotları, sərhədləri qoyuruq. Burada 0'dır. Aha. İndi dedik ki, bucaqla da baxsaq, bura pi bölək 2-dir. Burada haradasa bu hissə də mənfi pi bölək 2-dir. Mənfi pi bölək 2-də dedik ki, mənfi 1 qiymətini alacaq. Pi bölək 2-də də 1 qiymətini alacaq. İndi baxın, elə bir ki, haradasa funksiya belə keçir. Yəni belə bir funksiyadır. Yəni göründüyü kimi nə funksiyadır? Monoton artan funksiyadır. Və bunlar da bir-birinə sıfıra nəzərən simmetrik olduğuna görə bu da tək funksiya olacaq. İndi məsələn gəlin baxaq. Y bərabərdir arcsinus 2-də 1. 2-də 1 hansı qiymətdə alır? 30 dərəcədə, yəni pi bölək 6-da alır. Məsələn y bərabərdir arcsinus kökdə 3 bölək 2. Hansı bucaqda alır? 60 dərəcədə alır. Yəni pi bölək 3-də alır. Bu şəkildə idi. Bu sinus x-in idi. İndi keçək kosinusa. Yəni y bərabərdir kosinus x funksiyasının tərsini tapaq. Buradan da yenidən əvəzləmə eləsək, x bərabərdir kosinus y-ə və buradan kosinus y x-dir. Y də bərabər olacaq kosinus x-in tərsi arckosinus x-ə. Burada yenidən dedik ki, baxın, dy dy-ə çevrilir, dy də y-ə çevrilir. Buradan dy-imiz bərabər olacaq mənfi 1, müsbət 1 aralığında. Y isə bunların aldığı qiymətlərə görə mənfi 1-i alır 0-da və pi-də də 1 alır. Yəni pi bu aralıqda olacaq. Şimdi bunun da qrafikini quraq. Aha.
Deməli, yenidən sərhədlərimiz -1 ilə -1-dir. Burası 0-dır. Dedik ki, 0 alır. Bir de pi alır. De bilirik ki, pi bölü 2-də də 0 qiymətini alır. Yəni 90 dərəcədə 0 alır. Yəni pi-də -1, bir de 1-dən də keçir. Aha. Baxın, hardasa belə bir şey kimi gələcək funksiyamız. Və göründüyü kimi kosinus x funksiyasıdır və bu nə tək, nə də cütdür. Yəni azalan funksiyadır. Yəni bayaq dedik, kosinus, arc kosinus elə bil ki 0 hansı bucaqda alırdı? Pi bölü 2-də. Ona görə qrafikdə onu da qeyd elədik. Nə tək, nə cütdür və dedik, göründüyü kimi azalan funksiyadır. Məsələn, yenidən nümunələrə baxaq. Y bərabərdir arc kosinus kökdə 3 bölü 2. 30 dərəcədə alır, yəni pi bölü 6-da alır. Y bərabərdir arc kosinus kökdə 2 bölü 2 45 dərəcədə alır, yəni pi bölü 4-də alır. Bu da kosinus haqqındaydı. İndi keçək tangensə. Tangensə baxaq. Y bərabərdir tangens x funksiyasına baxırıq. Yenə dəyişsək, x bərabər olacaq tangens y-ə. Yəni tangens y x-dir. Buradan da y-i tapsaq, arc tangens x-ə bərabər olacaq. Və buradan dy-imiz mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Y isə mənfi pi bölü 2 ilə. Burada artıq dövrü yazmırıq. Bir də pi bölü 2 aralığında olacaq. Deməli, burada ikisi də yer dəyişdi. Yəni, heç bir dəyişik olmadı. Bununla bu bir-birinin arasında yer dəyişdi. Məsələn, baxaq, y bərabərdir arc tangens kökdə 3-ə. Nəyə bərabərdir? Pi bölü 3-ə bərabərdir. Yəni 60 dərəcədə kökdə 3 qiymətini alır. Y bərabərdir. Məsələn, arc tangens 1-ə baxaq, 45 dərəcədə alırdı və pi bölü 4 eləyir. Bunu da qrafikini quraq. Bura y-dir, bura x-dir. Deməli, bura 0-dır. Sərhədləri çəkək. Pi bölü 2 ilə mənfi pi bölü 2-dir. Bura bir də bura. Aha. Bu 0-dan da keçir. Baxın. Hardasa belə bir funksiyamız var. Bu necə funksiyadır? Artan funksiyadır. Və heç zaman nə mənfi pi bölü 2-yə, nə də pi bölü 2-yə toxunmur. Və bu tək funksiyadır. Çünki nəyə görə? Koordinata nəzərən görünür ki, bunlar simmetrikdir. Ona görə tək funksiyadır. İndi keçək növbəti funksiyamıza, kotangensə baxaq. Y bərabərdir kotangens x funksiyası. Orada yer yoxdur, artıq bura keçirəm. Y bərabərdir kotangens x. Df-ni, y-ni vermişdik. İndi baxaq, əvəz edək. X bərabərdir kotangens y-ə. Yəni kotangens y x-dir. Buradan biz əgər y-i tapsaq, bərabər olacaq arc kotangens 2 dənə c var. Arc kotangens x-ə bərabər olacaq. Bunun y-fi 0 ilə pi aralığındadır. Df isə mənfi müsbət sonsuzluq. Bu şəkildədir. İndi qrafikində çəkək. Y, x. Deməli, bir intervalımız pi-dir, bir də 0 idi. Və deməli, kotangens 90, 1, 2, 0-dır. Yəni, belə yazırıq da. Y bərabərdir arc kotangens 0-a da pi bölü 2-dədir. İndi pi bölü 2-də düz bunların tən ortasındadır. Pi bölü 2-dir. İndi bunun da funksiyası hardasa belə gedir. Azalan funksiyadır. Və nə tək, nə cütdür. Çünki nə y nəzərən simmetrikdir, nə də ki, deməli, koordinat başlanğıcına nəzərən simmetrikdir. Məsələn, nümunəyə baxsaq, y bərabərdir arc kotangens neçə olsun? Məsələn, kökdə 3 bölü 3 olsun. 60 dərəcədə alır, yəni pi bölü 3-də. İndi bunlarla tanış olduq. Xassələrinə, funksiyalarına, təyin oblasına, qiymətlərə çoxluğuna baxdıq. İndi bəzi xassələrə baxaq.
Dedik ki sinus x funksiyası, yəni tərsi, yəni arcsinus x tək funksiyadır. Ona görə arcsinus mənfi x bərabərdir mənfi arcsinus x. Yəni mənfilərinə baxırıq. Məsəl üçün arcsinus mənfi 2-də 1 bərabər olacaq mənfi arcsinus 2-də 1-ə. Bu da bərabərdir nəyə? Mənfi pi bölək 6. Yəni 30 dərəcədə alır da 0-ı. 0 nə? 2-də yəni 2-də 1 30 dərəcədə alırdı. Sonra keçsək arc kosinus x-ə. Kosinus mənfi x-ə daha doğrusu. Bunu hesablayanda bu dedik ki, nə tək, nə cütdür. O zaman pi-dən çıxırıq arc kosinus x-in qiymətini. Yəni müsbət olan qiymətini çıxırıq. Məsələn, indi baxaq. Arc kosinus mənfi 2-də 1 bərabər olacaq nəyə? Pi çıxılsın arc kosinus 2-də 1-ə. Demək, 2-də 1-i hansı qiymətdə alırdı? Pi bölək 3-də. Pi çıxaq, pi bölək 3. Bu da eləyəcək 2 pi bölünsün 3. Sonra keçək arc kosinusdan sonra arc tangensə baxaq. Dedik ki, bu da təkdir. Yəni arc tangens mənfi x bərabər olacaq mənfi arc tangens x-ə. Məsəl üçün, buna da aid nümunəyə baxaq. Məsələn, arc tangens mənfi kökdə 3 bölək 3 bərabər olacaq mənfi arc tangens kökdə 3 bölək 3-ə. Bu da eləyəcək 30 dərəcədə alır. Mənfi pi bölək 6 eləyəcək. Sonra baxaq arc kotangensə. Bu da dedik ki, nə tək, nə cüt funksiya idi. Arc kotangens mənfi x bərabər olacaq. Ona görə baxın, kosinus kimi pi-dən çıxmaq lazımdır. Yəni pi çıxılsın arc kotangens x-ə bərabərdir. Məsələn, nümunəyə baxaq. Arc kotangens mənfi kökdə 3 bölək 3 bərabərdir pi çıxılsın arc kotangens kökdə 3 bölək 3-ə. Bu da eləyəcək pi çıxaq 60 alırdı pi bölək 3. Bu da eləyəcək 2 pi bölünsün 3. Bu şəkildə idi. Sonra 2 dənə vacib məqam var ki, bunu yadda saxlamaq vacibdir. Birincisi arc sinus x-lə arc kosinus x-in cəmi bərabərdir pi bölək 2. Yəni 90 dərəcəyə bərabərdir. Burada x daxil olmalıdır mənfi 1-lə 1-ə aralığına. Yəni məsələn, niyə həmişə 90? Məsələn, baxaq. Arc sinus 2-də 1-lə arc kosinus məsələn 2-də 1-in cəminə baxırıq. Bu da eləyəcək pi bölək 6 ilə pi bölək 3-ün cəmi. Bu da eləyəcək 3 pi bölək 6. Bu da eləyəcək pi bölək 2. Yəni buradan görünür ki, istənilən qiyməti verirsəniz, əgər bu x eynidirsə, bu zaman deməli cəmlər 90 dərəcədir. Sonra ikincisi də odur ki, eyni şəkildə arc tangens x-lə arc kotangens x-in cəmi də olacaq 90 dərəcə, yəni pi bölək 2. Burada x daxildir, mənfi sonsuzluq, müsbət sonsuzluğa. Bunu bildik. İndi baxaq digər xassələrə. Baxırıq nəyə? Sinus, arcsinus x. Dedik ki, sinusla arcsinus bir-birinin tərsidir. Sanki əslində riyazi cəhətdən belə hesablama yoxdur, amma sanki xəyalımızda sinusla arcsinus ixtisar gedir də, elə bir. Yəni hansısı bir, elə fikirləşin, bunun cavabı x-dir. Yəni bunu yenə deyirəm, riyazi cəhətdə mümkün deyil. Sadəcə asan olsun deyə, yəni ağlımızda qalsın deyə belə fikirləşirik. Buradan da x təbii ki demişdik, hansı aralıqdadır? Mənfi 1 ilə 1 aralığındadır. Sonra kosinusa baxaq. Kosinus arc kosinus x-ə. Yəni eyni şəkildə sanki təsəvvür edin, ixtisar gedir. Yenidən qalacaq x. X yenə hansı aralıqdadır? Mənfi 1 ilə 1 aralığındadır. Sonra baxaq tangens arc tangens x-ə baxaq. Tangens x. Yenidən x alınacaq. Burada x artıq, amma mənfi sonsuzluq, müsbət sonsuzluq intervalındadır. Yəni istənilən qiyməti ala bilər. Kotangens də eyni şəkildədir. Arc kotangens x yenidən alınacaq x və x yenidən də daxildir mənfi sonsuzluqla müsbət sonsuzluq intervalına. İndi bunların yerini dəyişək. İndi məsələn belə baxırıq da. Arc sinus x-ə baxsaq,
Yenidən sanki ixtisar gedir, x qalır. Yəni eyni şeydir. X-in burada daxil olma, yəni arcsinusda da daxil olma aralığı hansı idi? Mənfi pi bölək 2 ilə pi bölək 2. Baxaq digərinə. Arc kosinusa baxırıq. Arc kosinus, kosinus x. Daxil olma, yəni burada yenidən x-ə bərabər, daxil olma aralığı da 0 ilə pi arasındaydı. Baxaq arc tangensə, arc tangens x bərabər olacaq nəyə? X-ə. X-ə daxildir mənfi sonsuzluq, müsbət sonsuzluğa. Sonra baxırıq digərinə. Arc kosinusa, kotangensə daha doğrusu baxırıq. Arc kotangens x də x-ə bərabərdir. Yenidən x daxildir. Mənfi sonsuzluq, müsbət sonsuzluğa. Mənfi sonsuzluq, müsbət sonsuzluğa. İndi nümunələrlə də baxarıq. Məsələn, yox, hələ gəlin davam var. İndi məsələn, burada sinusda sinusdur, yəni arc kosinusda kosinusdur, belə şəkildədir. Bəs məsələn, belə olsa, məsələn, sinus, arc kosinus x şəklində olsa necə edirik? Bu zaman üçbucaq qaydasından istifadə edirik. Bu arc kosinus x-ə sanki bir, məsələn, alfa deyirik. Yəni, belə deyək ki, alfa bərabərdir arc kosinus x-ə. Əvəzləmə edirik. Aha. Bunu sadələşdirmək üçün, yəni, hər tərəfi kosinuslayaq. Yəni, kosinus alfa bərabərdir kosinus, arc kosinus x-ə. Arc kosinus x-ə. Bu da dedik ki, bunun nəticəsi nə idi? X idi. Yəni, kosinus alfa bərabərdir x-ə. Bunu da biz belə yaza bilərik. X bölünsün 1 şəklində. İndi düzbucaqlı üçbucaq çəkirik. Alfadır. X bura, 1 bura. Deməli, buranı da tapanda nə eləyəcək? 1 çıxaq, kökdə yəni 1 çıxaq x kvadratı. Deməli, bunun həlli nədir? Elə kökdə 1 çıxaq x-in kvadratıdır. Bu şəkildə idi. Məsələn, bir digərinə də baxaq. Digərlərini özünüz çıxara biləsiniz artıq. Kosinus, məsələn, arc tangens x-ə baxsaq. Yenə buna bir alfa deyirik. Yəni, alfa bərabərdir arc tangens x-ə. Bunu dedik. Sonra hər tərəfini tangens deyirik. Tangens alfa bərabərdir tangens arc tangens x-ə bərabərdir. Buna demişdik ki, nəticəsi nə idi? X idi. Və buna da bayaqki kimi tangens alfaya yanaşırıq x bölək 1 kimi. Yenidən çəkirik. X1 kök altda x kvadratı plus 1. Deməli, bunun nəticəsi kök altda x kvadratı plus 1-dir. Amma indi bu tangens daxil, bunu bir də 1-ə bölmək lazımdır. Yəni, yox, bizdən bu tangensin qiymətidir. Biz hipotenuzun qiyməti. Bizdən kosinusu istəyir. Kosinusu da qiyməti nədir? Biçik qatetin hipotenuza nisbətidir. Yəni, bura alfadır. Yəni, ki, 1-in nisbətidir. 1-in buna nisbəti olacaq. Bu şəkildə idi. İndi gəlin bunlara aid, xassələrinə aid bir neçə nümunəyə baxaq ki, daha yaxşı olsun. Məsələn, baxaq. Deməli, bizə belə bir nümunə verilib ki, arc sinus, sinus 92 pi bölək 5-dir, hesablayın. İndi biz baxırıq ki, 92, yəni sinusun, arc sinusun daxil olma aralığı, yəni y nə idi? Mənfi pi bölək 2 ilə pi bölək 2-nin arasındaydı. Amma bunun qiyməti ondan böyükdür. Deməli, bunu biz biraz sadələşdirməliyik. Yəni, biz bunu belə yaza bilərik. Bunu qarışıq ədəddə də çevirsək düzgün olmayan kəsr kimi, yəni parçalasaq tamdan ayrı yazsaq hissəyinə. Sinus 18 pi üzərinə gəlsin 2 pi bölək 5 şəklində yaza bilirik. Bu da elə ki 2 pi vurulsun 9 deməkdir. Yəni bu gedir. Biz bu hissəyə baxırıq. Yəni baxırıq ki arc sinus 2 pi bölək 5-ə baxırıq. Və bu da görürük ki 2 vurulsun 180 bölək 5, yəni 36 vurulsun ki 72 dərəcədir. Və bu da artıq bu aralıqda yerləşdiyinə görə cavabımız sadəcə 2 pi bölək 5 olaraq qalacaq. Sonra ikinci nümunəyə baxaq. Necədir? Sinus, arc kosinus, kökdə 3 bölək 2. Bax, belə bir şey var. Toplu sualda kosinus,
arc kosinus mənfi 2'də 1 üzərinə gəlsin. Nədir? Pi bölü 3. Bizdən bunu hesaplamaq istəyir. Birinciyə baxırıq ki, sinus arc kosinus kökdə 3 bölü 2. Bu nəyə bərabərdir? Pi bölü 6'ya. Yəni sinus pi bölünsün 6. Çıxılsın kosinus. Dedik ki, mənfi olanda necə hesablayırıq? Pi'dən çıxırıq. Pi çıxılsın arc kosinus 2'də 1. Belə yazırıq. Üzərinə gəlsin pi bölü 3. Birinci olduğu kimi qalır. Çıxılsın. Kosinus pi çıxaq. İndi arc kosinus 2'də 1 nədir? Pi bölü 3'dür. Üzərinə gəlsin pi bölü 3'dür. Bunlar gedəcək. Sinus pi bölü 6 yəni 32'də 1'dir. Çıxaq. Kosinus pi yəni 180'də mənfi 1'dir. Bu da eləyəcək nə? 1,5. Belə idi. Sonra baxaq digər nümunəyə. Belə bir şey verilib ki, y bərabərdir sinus arc kosinus x. Deyir ki, bunun qiymətlər çoxluğunu hesablayın. Buna bir alfa deyirik yenidən. Yəni y bərabərdir sinus alfa olacaq. Alfa da nədir? Arc kosinus x-dir. Aha. İndi hər tərəf kosinus deyirik. Kosinus alfa bərabərdir kosinus arc kosinus x-ə. Buradan da kosinus alfa bərabərdir nəyə? X-ə. X'i də x bölək 1 kimi yaza bilirik. Bunu da belə yazaq. Alfa 1x kök altda 1 çıxaq x'in kvadratı. İndi bizə nə lazımdır? Sinus. Sinus da elə kök altda 1 çıxaq x'in kvadratı olacaq. Yəni onun 1'ə nisbətdir. Yəni eyni şeydir. İndi elə bil ki, biz bunun y bərabərdir 1 kök altda 1 çıxaq x kvadratı funksiyasının nəyini? Qiymətlər çoxluğunu hesablamalıyıq. Ümumiyyətcə bunun kök altda olarkən 0 müsbət sonsuzluqdur qiymətlər çoxluğu. Amma bizdə kök altında belə bir ifadə var. İndi bunun qrafikini çəksək 0, 1. Amma qollar aşağıdır. Qrafik bu formadadır. Yəni buradan aşağıya doğru gedir. Yəni bunun həlli mənfi sonsuzluqdan 1'ə doğrudur. Amma mənfi bir də daha. Amma mənfi qiymət ala bilmirdi. Yəni mənfini bir daxil ala bilmirdi. Ona görə də yalnız 0 ilə 1 aralığındadır. Yəni 0 daxil deyil, 1 daxildir. Baxın bu aralıqda qiymətlər çoxluğumuz olacaq. 3 nümunəmiz də var. Onlara da baxaq. Y bərabərdir. Deyir ki, sinus arc kotangens x'in qiymətlər çoxluğunu tapın. Yenidən bura bir dənə alfa deyirik. Y bərabərdir sinus alfa. Alfa da nə idi? Arc kotangens x idi. Hər tərəfi kotangens desək, kotangens alfa bərabərdir kotangens arc kotangens x'ə. Burada x idi. Kotangens alfa bərabərdir x'ə. Yəni x bölək 1 kimi yazırıq. 3 uzaq çəkirik. 1x kök altda x kvadratı plus 1. İndi bu da sinusdur. 1'in buna nisbətidir. 1 bölək kök altda x kvadratı plus 1. Elə biz bunun qiymətlər çoxluğunu hesablamalıyıq. Yəni y1 bərabərdir x kvadratı plus 1. Baxın bunun qiymətlər çox. Yəni qrafikinə baxaq. 1'dir təpə nöqtəsi və qollar yuxarıdır. Çünki əvsal müsbətdir. Və belədir. Yəni bunun qiymətlər çoxluğu 1'dən müsbət sonsuzluğadır. İndi biz gəlin keçək öz funksiyamıza buna. 1. Burada da 1 bölək müsbət sonsuzluq. Limitdə demişdik ki, birinci sonsuzluğa nisbət nə idi? 0 idi. Deməli bunun yəni qiymətlər çoxluğu 0 ilə 1 intervalında olacaq. Baxaq 5-ci nümunəyə. Y bərabərdir 2 üzərinə gəlsin 10 bölək pi vurulsun arc sinus 4x çıxaq 1'in qiymətlər çoxluğu.
Bunun qiymətlər çoxluğu, yəni arcsinus x-in qiymətlər çoxluğu mənfi pi bölü 2 ilə pi bölü 2 aralığında idi. Bu da eləyəcək 2 üzərinə gəlsin 10 pi bölü 2 vurulsun mənfi pi bölü 2 ilə pi bölü 2. İndi burada bir buna vurmalıyıq. Bu da eləyəcək pilər gedəcək mənfi 5 5. Buradan da eləyəcək mənfi 3 ilə 7 intervalında. Yəni elə qiymətlər çoxluğu da aralıqdadır. 6-cı və son nümunə. Kotangens 2'də 1 arcsinus 5 bölü 13 üzərinə gəlsin 2'də 1 arcsinus deməli 12 bölü 13. Şimdi biz burada 2'də 1'i mötərizə xaricinə çıxarırıq. Kotangens 2'də 1 arcsinus 5 bölü 13 üzərinə gəlsin arcsinus 12 bölü 13. Şimdi biz baxın belə bir xassə demişdik ki, hardadır? Hə. Arcsinus x-dən arccosinus x-in cəmi pi bölü 2'dir. İndi bundan istifadə etmək üçün sinuslardan birini kosinusa gətirərik və hesablayarıq. Gəlin buna alfa deyək və bunu kosinusa gətirək. İndi baxaq necə. Deməli, demişik ki, arcsinus x-lə arccosinus x-in cəmi pi bölü 2'dir. İndi alfaya da demişik arcsinus 12 bölü 13. Yani sinus alfa bərabərdir 12 bölü 13. İndi gəlin bunu çəkək. 3 bucağı. Yani bura 12'dir, bura 13'dür, bura alfadır. Burada 5'dir. Və bunda kosinus alfamız da olacaq 5 bölü 13. Yani alfa bərabərdir arc kosinus 5 bölü 13. İndi gətirək bunu hesablayaq. Aha, bunu hesablayaq. Bu da eləyəcək kotangens 2'də 1 vurulsun. Arcsinus 13 bölü 5. Bunu da yerinə arccosinus yaza bilərik. Bu da dedik ki 90, yəni pi bölü 2. Yəni 2'də 1 də pi bölü 2'ye vursaq kotangens pi bölü 4 eləyəcək. Yəni kotangens 45, o da bərabərdir 1'ə. Çətin deyildi məncə, normal bir sual idi. İndi keçirik trigonometrik tənliklə. En sadələri sinus x bərabərdir a, kosinus x bərabərdir a, tangens x bərabərdir a və kotangens x bərabərdir a tənlikləridir. Başlayaq ilkindən. Demişdik ki, a daxildir mənfi 1 ilə 1 aralığına. Bunun həlli belədir. X bərabərdir mənfi 1 üstü k vurulsun arcsinus a üzərinə gəlsin dövr pi k. K da burada tam ədəddir təbii ki. Bu a müsbət olanda doğrudur. İndi a mənfi olsa necə olacaq? X bərabər olacaq mənfi 1 üstü k plus 1 vurulsun arcsinus, amma a moduldadır. Yəni mənfi də olsa biz müsbət qiymət götürməliyik. Üzərinə gəlsin pi k. Belə ki, k daxildir tam ədədlər çoxluğuna. Məsələn, nümunə. Sinus x bərabərdir 1 bölü 2'yə. X bərabərdir mənfi 1 üstü k vurulsun arcsinus 2'də 1 üzərinə gəlsin pi k. Bu da bərabərdir mənfi 1 üstü k vurulsun pi bölü 6 üzərinə gəlsin pi k və burada da k daxildir tam ədədlərə. Və yaxud da ki, sinus x bərabərdir mənfi kökdə 3 bölü 2'yə. X bərabərdir mənfi 1 üstü k plus 1 vurulsun arcsinus kök altda 3 bölü 2 üzərinə gəlsin pi k. Bu da bərabərdir mənfi 1 üstü k plus 1 vurulsun pi bölü 3 üzərinə gəlsin pi k və burada da k daxildir tam ədədlərə. Bu belə idi. İndi xüsusi hallarımız da var burada. Baxırıq nəyə? A da 0 olanda, yəni sinus x 0 olarsa. Gəlin çəkək vahid çevrə. Yx vahid çevrə. Deməli 1, mənfi 1, 0. Uzaqlarımız pi bölü 2, pi, 3 pi bölü 2, yenidən 2 pi.
Bəli. 3 pi bölü 2 də bu arada mənfi pi bölü 2. Yəni saat əqrəb istiqamətinə getsə demişdik mənfi istiqamətə doğru gedəcək. Və bu zamanda həllimiz belə olacaq. X bərabərdir 0 üzərinə gəlsin pi k. Yəni bu da nə deməkdir? X bərabərdir pi k. Həllimiz budur. K da daxildir tam ədədlərə. Bu belə idi. Sonra ikinci xüsusi hal A mənfi 1 olarsadır. Bu zaman sinus x bərabərdir mənfi 1-ə və x-ə daxil olacaq mənfi pi bölü 2 ilə 2 pi k-nın cəminə. K da daxildir z-ə. Sonuncu halda A bərabərdir 1 olarsa sinus x yəni 1-dir. Buradan da x daxildir, yəni bərabərdir pi bölü 2 ilə 2 pi k-nın cəminə və burada da k daxildir z-ə. Bu da belə idi. İndi sonra keçək digər deməli tənliklərə. Kosinus x-ə keçək. Kosinus x-də də demişdik ki, A daxildir mənfi 1 ilə 1 intervalına. Sonra xətt seçək. Bunu demişdik. İndi kosinus x bərabərdir A. Belə ki, A müsbət olsa, x bərabərdir mənfi müsbət arc kosinus A üzərinə gəlsin dövrümüzdə 2 pi k-dır. K da daxildir z-də və kosinus x A olarsa, yəni əgər A mənfi olarsa, x daxil olacaq mənfi müsbət pi çıxaq arc kosinus modulda A üzərinə gəlsin 2 pi k. K da daxildir z-də. Bu şəkildə idi. Məsələn, nümunəyə baxaq. Kosinus x bərabərdir kök altda 2 bölü 2. X bərabərdir mənfi müsbət arc kosinus kök altda 2 bölü 2 üzərinə gəlsin 2 pi k. Buradan da x bərabər olacaq mənfi müsbət pi bölü 4 üzərinə gəlsin 2 pi k və k da daxildir z-də. Belə idi. İndi mənfisinə baxaq. Belə olsa x bərabər olacaq mənfi müsbət pi-dən çıxırıq. Arc kosinus 2-də 1 üzərinə gəlsin 2 pi k. Bunu da hesablasaz eləyəcək pi çıxaq pi bölək 3, yəni eləyəcək mənfi müsbət 2 pi bölək 3 üzərinə gəlsin 2 pi k və k da daxildir z-də. Bu da belə idi. İndi bunun da xüsusi halları var. Amma tangenslə kotangensdə yoxdur. Yalnız sinusla kosinusda var xüsusi hallar. Kosinus x 0 olarsa x bərabərdir. Artıq burada birbaşa yazıram çəkmədən. Pi bölü 2 üzərinə gəlsin pi k. K da z-də daxildir. Kosinus x bərabərdir 1-ə. X bərabərdir pi üzərinə gəlsin 2 pi k. Yenidən k daxildir. Hamısında z-də. Kosinus x mənfi 1 olsa, x bərabərdir 2 pi k. Bu şəkildədir. Yəni, tangens x-lə kotangens x-ə də baxaq. Sonra keçək digər hissəyə. Buradan x bərabərdir arc tangens A üzərinə gəlsin pi k. Burada pi k-da dövr. Amma sinusla kosinusda eləcək kosinusda 2 pi k idi. Yəni 360-dan bir dövr eləyirdi. Və sonra da baxırıq kotangens x A olanda. Burada artıq A-nın müsbət mənfi olmağı üçün 2 halımız var. Yəni x bərabərdir arc kotangens A üzərinə gəlsin pi k. Əgər A mənfi olarsa, bu zaman x bərabərdir pi-dən çıxırıq. Arc kotangens modulda A üzərinə gəlsin pi k. K da daxildir z-də. Bu da bunlar idi. Yəni, bir də bunlara aid, kotangens aid nümunə baxaq. Məsələn, kotangens x bərabərdir kökdə 3 bölü 3. Buradan x bərabər olacaq arc kotangens kökdə 3 bölü 3 üzərinə gəlsin pi k. Və bu da eləyir pi bölü 3 üzərinə gəlsin pi k. K da daxildir z-də. Kotangens x olsun mənfi kökdə 3. X bərabərdir pi-dən çıxırıq demişik. Arc kotangens
Deməli kökdə 3 üzərinə gəlsin pi k. Bu da eləyəcək x çıxaq. Yəni x bərabərdir. Pi çıxaq pi bölək 6 üzərinə gəlsin pi k. Yəni 5 pi bölək 6 üzərinə gəlsin pi k. Bu formada. Keçsək növbəti hissəyə. 3 dənə nümunəyə baxaq. Birincisi belə bir şeydir ki, sinus 8x vurulsun, sinus 16x bərabərdir 0. Hasil 0-dırsa, hər ikisini 0-a bərabərləşdirməliyik. Buradan 8x, yəni xüsusi halda pi k-ya bərabərdir. x1 də bərabərdir pi k bölək 8-ə. K daxildir z-də. İkinci halda sinus 16x olsa 0. Yəni buradan da 16x yenidən pi k-dan x də bərabər olacaq pi k bölək 16-ya. Bunları yazdıq. Ancaq biz burada 2 kök götürə bilmərik. 1 kök götürürük. Və bu zamanda əmsalların əkobunu götürürük. Yəni biz ikinci kökü götürürük. Birincini götürmürük. Səbəbi də odur ki, bunun bütün qiymətlərinin hamısı bunun daxilində mövcuddur. İkincisinə baxaq. Tangens x vurulsun. Tangens 2x'i bizə verib 0. Yenidən hər ikisini 0-a ayrı-ayrılıqda bərabərləşdiririk. X bərabər buradan pi k-ya. Belə ki, k da daxildir z-də. İkincisində də tangens 2x eləyəcək 0. 2x eləyəcək pi k. X eləyəcək pi k bölək 2. K da z-də daxildir. Amma bu kənar kökdür. Səbəbi də odur ki, tangens 90-dan 270-də təyin olmuyor. Amma burada k-ya 1 versə, x 2 olacaq, pi bölək 2. Əgər bir kök belə, yəni mümkün deyilsə, yəni kənar kökdürsə, deməli bu kök kənar kök olacaq. Yəni bizim cavabımız bu olacaq sadəcə. Sonra üçüncüyə baxırıq. Belə bir şeydir ki, 4 vurulsun. Sinus x bölək 2 vurulsun. Kosinus x bölək 2 bərabərdir 1-ə. Bunu da belə yazırıq. 2 vuraq, 2 vurulsun. Sinus x bölək 2 vuraq. Kosinus x bölək 2 bərabərdir 1-ə. Bu da bizə verəcək 2 sinus x-i. Baxın bu hissə. Yəni eləyəcək 2 vuraq sinus 2 vuraq x bölək 2 1. Buradan alacaq ki, sinus x bərabərdir 1 bölək 2. Yəni bunu da demişdik də, hər x bərabər mənfi 1 üstü k vurulsun pi bölək 6 üzərinə gəlsin pi k və k da daxildir z-də. Baxın bu şəkildə olacaq. Və bu da trigonometrik tənliklərdən bu qədər idi. Keçək trigonometrik bərabərsizliklərə. Ən sadəsi budur. Sinus x böyükdür a-dan və yaxud da ki, böyük bərabərdir a-dan, kiçikdir a-dan və yaxud da ki, kiçik bərabərdir a-dan. Belə ki, burada da a daxil idi. Mənfi 1 ilə 1 aralığına daxil idi. İndi gəlin bu halları araşdıraq ki, a daxil deyil. Yəni a mənfi 1 ilə 1 olmadığı halda, yəni bunların arasında bir qiymət alarsa, bu hallara gəlin. Birlikdə baxaq. Sonra təbii ki, mənfi 1 ilə 1 hallarına da baxırıq. Birincisi, sinus x böyük bərabərdir 1 bölək 2. İndi vahid çevrə üzərində işləməliyik bunu həll eləmək üçün. Bura y oxudu, bura x oxudu. İndi deməli 2-də 1 düzdürmü? Bura mənfi 1-dir, bura 1-dir. 2-də 1 də hardasa buradan keçir. Baxın, belə asimptotlar hardasa belə bir şeydir. Biraz düz seçək. Aha. Bu formadadır. Deməli, pi-ni qeyd edək. Bura pi-dir. Burada 0 dərəcədir. Burada 0-dır. İndi 2-də 1 də hardasa bu aralıqdadır. 2-də 1-dən biz yuxarı qalxmalıyıq. Yəni 1-ə doğru getməliyik. Çünki 2-də 1-dən deyir ki, böyük olsun. Baxın, belə gedəcək. İndi sonra bunu mərkəzlə birləşdiririk. Baxın, radius vektorlarını çəkirik. Və aldığı qiymətlər, baxın, deməli bu hissədədir. Yəni bundan kənarda qiymət ala bilmir. Və bu da dönür 30 dərəcə mənə gətirir. Yəni bura pi bölək 6-dır. İndi burada ancaq 180-ə çatmağa, yəni baxın, pi-yə çatmağa 30 dərəcə qalıb. Yəni pi-dən çıxırıq, pi bölək 6 da bu hissə olacaq. Baxın, burada bir də buradır. İndi deməli bizim və birincisini, yəni intervalda birincini yazmaq üçün saat əqrəbinin
üzərində gedirik. Yəni elə bil ki, y bərabərdir 1 bölü 2. Bu da eləyəcək pi bölək 6 üzərinə gəlsin 2 pi k ilə x. Bu aralıqdadır. Pi çıxaq. Pi bölək 6 üzərinə gəlsin 2 pi k. Çünki dövr 360 dərəcədən 1 idi burada. Və buradan da eləyir ki, pi bölək 6 üzərinə gəlsin 2 pi k x 5 pi bölək 6 üzərinə gəlsin 2 pi k. Bunu interval şəklində də yazmaq mümkündür. Yazarıq ki, pi bölək 6 üzərinə gəlsin 2 pi k. Bu intervaldan 5 pi bölək 6 üzərinə gəlsin 2 pi k. Bu interval aralığındadır. Yəni bu birinci halımız idi. İndi ikinciyə baxırıq ki, burada böyük bərabərdir. İndi burada 2-də 1-dən kiçik bərabər olsa, bəs necə olacaq? İndi ona baxırıq. Çəkək vahid çevrəni. Deməli, 2-də 1-dən kiçik olmalıdır. Y bərabərdir 2-də 1-i həll edirik. Çəkək sərhədləri. 1, -1. 2-də 1 də burada. Amma bu dəfə 2-də 1-dən biz dedik ki, deməli, mənfi hissəyə qədər olan hissə. Yəni, baxın, bu hissəni götürürük bu dəfə. Çünki mənfi lazımdır bizə. Radius vektorlarını birləşdiririk. Və bu qövsün bütün hissəsini biz götürməliyik. Baxın, bu hissələrin hamısı hər aralığına daxildir. İndi 30 dərəcə mənə gətirir belə istiqamət. Yəni, bura pi bölək 6-dır. Bura, deməli, baxın, biz bu belə gələ bilmərik. Deməli, saat əqrəbi istiqamətinə gəlməliyik. Saat əqrəbi istiqamətinə olsa, mənfi qiymət alır. Mənfi və görür ki, 180-i keçib. Yəni, bura pidir. Pini keçib. Baxın, bura pini keçib. Bunun qiyməti buraya yazıram. Mənfi pi üzərinə gəlsin. Pi bölək 6 olacaq. İndi belə şəkildə yazırıq aralığı. Aralığımız belə olacaq. Yəni, bunun qiyməti mənfi 7 pi bölək 6 üzərinə gəlsin 2 pi k-dır. Və bununla deməli, nə aralığındadır? Pi bölək 6 üzərinə gəlsin 2 pi k aralığındadır. İntervalla da yazsaq, belə olacaq. Yəni, cavablarda 2 cür verilə bilər. Hər ikisini də yazaq. Baxın, bu formada olacaq. Keçək üçüncüsünə. Bu müsbətlər idi. İndi mənfisinə baxaq. Sinus x deməli, kiçik bərabərdə olsun. Mənfi 2-də 1-dən. Vahid çevrəm. 1, -1. Pi 0 dərəcə. Burada 0. Mənfi 2-də 1. Haradasa buradadır. Mənfi 2-də 1. Və bizə baxın, həllimiz elə bu hissədir. Bu hissədir həll. İndi birləşdirsək, baxın, radius vektorlarını belə olacaq. Aldığı qiymətlər də bu hissədə olacaq. Düzdürmü? Və burada görürük ki, saat əqrəbin istiqamətləri, yəni mənfi dərəcəsi. Bura mənfi pi bölək 6-dır. Bura isə görürük ki, hələ 180-ə çatmağına 30 dərəcə var. Yəni, mənfi pi çıxaq, pi bölək 6 şəklində olacaq. Yəni, bu da belə olacaq. Mənfi 5 pi bölək 6 üzərinə gəlsin 2 pi k ilə. Hansı aralıqdadır? Mənfi pi bölək 6 üzərinə gəlsin 2 pi k aralığındadır. X də daxildir. Mənfi 5 pi bölək 6 üzərinə gəlsin 2 pi k ilə. Mənfi pi bölək 6 üzərinə gəlsin 2 pi k aralığında. Baxın, bu aralıqdadır. İndi keçək 4-cü hala. Deməli, sinus x böyük bərabərdir. Mənfi 2-də 1-dən olan hala baxırıq. Yəni, y bərabərdir mənfi 2-də 1. Çəkək. Sonra da bundan sonra da kosinusa keçirik. 1, -1, x. Burada 0'dır, burada 0'dır. Yəni 0 dərəcədir, burası 0'dır. Aha. Deməli, burada pi'dir. İndi asimptotları çəkdik. Bizə deməli nə deyir? Mənfi 2-də 1. Baxın, yenə bu hissədədir. Və ala biləcək qiymətlərə də baxmalı. Radius vektorlarını çəkək. Ala biləcək qiymətlər
Deməli, mənfi 2-də 1-dən böyük olsun. Artıq deməli yuxarı doğru gedirik. Və bu hissələri də alacaq. Düzdürmü? Bu hissələri alacaq. İndi deməli, bura mənfi pi bölək 6-dır. Burada artıq görürük ki, nə edibdir? Mənfi pi-ni keçib. Deməli, bura olacaq pi üzərinə gəlsin pi bölək 6. Bura müsbətdir, çünki saat əqrəbin əksidir. Yəni, bunun mənfi olmağı bizi çaşdırmasın. Bu mənfi pidir, bu özdə müsbət pidir. Belə olacaq. Bu da eləyəcəkdir aralığımız. Mənfi pi bölək 6 üzərinə gəlsin 2 pi k ilə x aralığındadır. 7 pi bölək 6 üzərinə gəlsin 2 pi k aralığındadır. Deməli, sinusuncular buydu. İndi keçirik kosinusunculara. Yəni, mən 2-də 1 üzərində standart eləyirəm. Siz digərlərində elə buna uyğunlaşdırıb eləyə bilərsiniz. Artıq burada x oxuna baxırıq. X bərabərdir 2-də 1-ə. İndi çəkək yenidən vahid çevrəni. Belə formada. Aha, bu formadadır. Bura 0-dır. Bura mənfi 1, müsbət 1-dir. İndi artıq belə bir xət olacaq. 2-də 1 deyirsə, baxın, bununla bunun tən ortasında belə bir xət gələcək. İndi bunu mərkəzlə birləşdiririk. Yəni, radius vektorları çəkirik. Və bizə deyir ki, bura deməli pi bölək 3-dür. Burada olacaq artıq mənfi pi bölək 3 və elə bir ki, 2-də 1-dən böyük olmalıdır da. Yəni, haradasa bura kimi gedəcək və bu hissəndə bütün qövsü götürür. Yuxarıdan aşağı götürürük. Yəni, yenidən intervalımız mənfi pi bölək 3 üzərinə gəlsin 2 pi k ilə pi bölək 3 üzərinə gəlsin 2 pi k aralığındadır. Yəni, belə deyərsək, x daxildir. Mənfi pi bölək 3 üzərinə gəlsin 2 pi k ilə pi bölək 3 üzərinə gəlsin 2 pi k aralığındadır. Bu formadaydı. Keçirik 6-cı qrafikimizə. Eləmi? 6-dır. Bəli, 6-cıdır. Kosinus x indi bu dəfə də olsun 2-də 1-dən kiçik bərabər. Yəni, x bərabərdir 2-də 1-ə. Yenidən çəkirik. Bu formada. Deməli, bura 0, mənfi 1, 1. Yenidən bu formadadır. Bu formadadır. Deməli, bura 2-də 1-dir. Bura pi-dir. Bura 0 dərəcədir. Burada 1-dən yazmışıq. Deməli, radius vektorlarını çəkək. 2-də 1-dən bizə kiçik olan hissə lazım. Yəni, 2-də 1-dən mənfi 1-ə doğru gedirik. Və qövsündə hamısını götürür. Baxın, bu şəkildə olacaq. Və burada 2 pi-dir. Və 2 pi-dən deməli 2 pi-yə çatmağını qalıbdır. Yəni, 2 pi çıxaq pi bölək 3-dür bu hissəmiz. Və digər hissəmizdə pi bölək 3-dür onsuz. Olacaq pi bölək 3 üzərinə gəlsin 2 pi k və deməli 5 pi bölək 3 üzərinə gəlsin 2 pi k arasında. X də daxildir. Deməli, hansı intervala pi bölək 3 üzərinə gəlsin 2 pi k ilə 5 pi bölək 3 üzərinə gəlsin 2 pi k intervalında olacaq. Yəni, bu şəkildə. Keçək 7-ciyə. Son ikisi qaldı. Kosinus x böyük bərabərdir mənfi 2-də 1-dən. Yəni, burada da x bərabər olacaq mənfi 2-də 1-ə. İndi bunu çəkək. Belə şəkildə mənfi 1, 1, 0. Bu formadadır. Deməli, bizə nə deyirdi? Mənfi 2-də 1-dən böyük olsun. Mənfi 2-də 1-də haradasa, baxın, bu xətdir. Bundan böyük olmalıdır. Yəni, 1-ə doğru gedəcək. Baxın, belə bir şey. Və indi bunun radius vektorlarını da çəkək. Baxın, bu hissənin hamısını götürür. Bura olacaq pi çıxaq pi bölək 3. Yəni, hələ pi-yə var. 180-ə var. Burada saat əqrəbi istiqamətində olduğuna görə mənfi pi çıxaq pi bölək 3 olacaq.
Deməli, aralığımız mənfi 2 pi bölək 3 üzərinə gəlsin 2 pi k ilə 2 pi bölək 3 üzərinə gəlsin 2 pi k aralığındadır. X də daxildir. Mənfi 2 pi bölək 3 üzərinə gəlsin 2 pi k ilə 2 pi bölək 3 üzərinə gəlsin 2 pi k intervalına. Baxırıq sonuncuya. Sonuncu 8. Kosinus x kiçik bərabər olsun mənfi 2-də 1-dən. Yəni x bərabər olsun mənfi 2-də 1-ə. Y x 0 dərəcə 1 mənfi 1 pi burada 0'dır. Belə mənfi 2-də 1'dir. Yenidən buradadır. Amma burada artıq deməli kiçik olan hissədəyir. Baxın, arası belə gedəcək. İndi mən çox yaxın çəkdim. Əslində tam belə olmalı deyil. Nəysə, belə olacaq. İndi radius vektorlarımız da bu şəkildədir. Baxın, haradasa bu qövsə əhatə edir. Bura olacaq pi çıxaq pi bölək 3. Digərdə olacaq pi üzərinə gəlsin pi bölək 3 şəklində olacaq. Və intervalımızda birbaşa yazıram bu dəfə. 2 pi bölək 3 ilə 2 pi k-nın cəmi, bir də 4 pi bölək 3 ilə 2 pi k-nın cəmi olacaq. Yəni bu intervaldadır. Bu belə idi. İndi keçək növbəti hallara. İndi mənfi 1 deməli 1 olmayandakı hallar idi. İndi gəlin baxaq digər növbəti bir hallara baxaq. Məsələn, birincisi sinus x böyük bərabər olsun mənfi 1,5'dən 1, 2 mənfi 1 ilə 1 aralığında qiymət ala bilər. Ona görə bunun yəni qiyməti mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni istənilən qiymətdə böyük olacaq ondan. İkincisi sinus x olsun mənfi 1,5'dən kiçik. Təbii ki, boş çoxluqdur. Çünki istənilən halda böyük olacaq. Sonra baxaq üçüncüsünə, kosinus x-ə baxaq. Kosinus x böyük bərabər olsun mənfi 2'dən. Yenidən bu, yəni bütün qiymətlərində onsuz böyükdür. Kosinus x mənfi 2'dən kiçik bərabər olsun. Bu artıq boş çoxluqdur. Beşincisi sinus x böyük bərabər olsun kökdə 2'dən. Yəni bunun qiyməti nədir? Mənfi 1 ilə 1'dir. Mənfi 1 ilə 1 aralığındadır. Və bu kökdə 2 ilə təxmini qiyməti 1,41 idi. Yəni buna böyük olma ehtimalı, yəni x daxildir boş çoxluğa. Altıncısı da odur ki, sinus x kiçik bərabər olsun kökdə 2'dən. Bu yenə də mənfi 1 ilə 1 aralığına daxildir. Yəni istənilən qiymətində onsuz da kiçikdir. Sonra məsələn kosinus x-in pi-dən böyük olması. Yəni bir irrasional ədəd olan 3,14 olan. Yəni bu da daxildir mənfi 1 ilə 1'ə. Yəni bu boş çoxluqdur da. Bu neçənci idi? 7 idi. 7. 8'ə baxırıq. Kosinus x-in pi-dən kiçik olması. Yəni bu mənfi 1'ə aralığındadır və istənilən qiymətində kiçikdir. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq. 9-cu sinus x-in 1'dən böyük bərabər olması. Mənfi 1 ilə 1 intervalındaydı. Sinus x yalnız 1 ola bilər. Bunda qiyməti nə idi? Xüsusi halıyla pi bölək 2 üzərinə gəlsin 2 pi k. Sonra 10-cusu sinus x-in 1'dən ciddi olmayan şəkildə necə böyük olması. Bu artıq boş çoxluqdur. 11-ci hal kosinus x-in 1'dən böyük bərabər olması yenidən yalnız 1 ola bilər. Bu da bunun üçün xüsusi halı idi. 2 pi k qiymətini ala bilər. K da istənilən halda onsuz tam idi. Sonra baxaq 12-cisinə. Sinus x-in mənfi 1'dən böyük olması. İstənilən halda böyükdür. Kiçik bərabər olmasına baxaq. Belə olsa əgər bu zaman yalnız mənfi 1 qiymətini ala bilər və bu da bərabərdir mənfi pi bölək 2 üzərinə gəlsin 2 pi k-ya. 14-cü sinus x-in mənfi 1'dən böyük olması. Sinus x-in mənfi 1'dən başqa bütün qiymətlərində doğrudur. Yəni x bir dənə fərqli olmalıdır. Mənfi pi bölək 2 üzərinə gəlsin 2 pi k-dan.
Növbətisinə baxaq. 15. Sinus x-in -1-dən kiçik olması boş çoxluqdur. Çünki böyükdür istənilən qiymətindən. Keçək 16-cısına. Kosinus x-in böyük olması -1-dən. İstənilən qiymətində böyükdür. Deməli, 17-cisi kosinus x-in ciddi böyük olması. Artıq burada sadəcə -1-dən fərqli olmalıdır. Yəni, x fərqli olmalıdır. Pi üzərinə gəlsin 2 pi qadın. Baxaq 18-ə. Kosinus x-in -1-dən kiçik bərabər olması. Yalnız -1 olarsa ödənəcək. Və bu da x-in pi üzərinə gəlsin 2 pi k olması deməkdir. 19-cu. Kosinus x-in -1-dən kiçik olması. X burada boş çoxluqdur. Çünki istənilən qiymətində böyük olacaq. Bu da belə idi. Yəni, bunlara baxdıq. İndi periodla ən kiçik müsbət dövrün tapılmasına baxırıq. Birinci sinusla kosinusda eyni dərəcəsində. Yəni, y bərabərdir a vurulsun sinus n-ci dərəcədən kx plus minus b olarsa və yaxud da ki, kosinusda da eyni şəkildə kosinus n-ci dərəcədən kx plus minus b. İndi burada iki hal var. Birincisi n cüt olsa t, yəni period bərabərdir pi bölünsün modulda k. Əgər n təkdirsə t bərabərdir 2 pi bölünsün modul k-ya. Məsəl üçün, baxaq. Y bərabərdir 3 vurulsun sinus kvadratı 5x-ə. Görürük ki, n cütdür, yəni 2-dir. Ona görə t bərabərdir pi bölək modul 5, yəni t bərabərdir pi bölək 5-ə. Və yaxud y bərabərdir sinus 4x çıxaq 7. Görürük ki, 1-dir, yəni təkdir. T bərabərdir 2 pi bölək 4-ə. Yəni pi bölək 2-yə. Sonra baxaq tangensindən kotangensdə necədir? Tangens n-ci dərəcədən kx plus minus b y bərabərdir a vuraq kotangens n-ci dərəcədən kx plus minus b. Əgər burada n-in tək və cüt olmağının fərqi yoxdur. İstənilən natural ola bilər. T bərabərdir pi bölək modul k-ya. Məsələn, y bərabərdir -2 tangens kvadratı -5x plus 4-ə. T bərabərdir pi bölək modulda -5, yəni pi bölək 5-ə. Və yaxud da ki, y bərabərdir kotangens 3-cü dərəcədən -2x-ə. T bərabərdir pi bölək modulda -2, yəni 2-yə. Son olaraq isə bəzi funksiyalarda ən böyük qiymətlə ən kiçik qiymətin fərqinə tapılmasından baxaq və yekunlaşdıraq. Birincisi y bərabərdir 2 üzərinə gəlsin 3 vurulsun kosinus 2x-in bizdən ƏÇG-sini istəyir. İlk öncə belə bir şeyə baxaq ki, sinus x demişdik ki, -1 ilə 1 aralığında yerləşməlidir. Kosinus x də eyni şəkildə -1 ilə 1 aralığında yerləşməlidir. Əgər dərəcəsi təkdirsə, əgər məsələn sinus kvadrat x olsa, yəni dərəcə cüt olsa, bu zaman 0 ilə 1 aralığında yerləşir. Eynən də kosinusa da aiddir. Yəni buydu. Keçək nümunəyə. İndi ƏÇG-sini istəyir. Y bərabər 2 üzərinə gəlsin 3 vurulsun. -1 ilə 1. Yəni 2 üzərinə gəlsin. -3 ilə 3. Yəni -1 ilə 5. Ən böyük qiyməti də 5. Baxaq ikinciyə. 5 nümunəyə baxırıq, bitiririk. Y bərabərdir 2 vurulsun. Sinus 3x çıxaq 2-də 1. Ən böyük qiymətini istəyir. Y bərabərdir 2 vurulsun. Yenidən -1, 1 çıxaq 1 bölək 2. Burada vursaq -2, 2 çıxaq 1 bölək 2. Bu da eləyəcək -5 bölək 2 ilə 3 bölək 2 intervalı. Ən böyük qiyməti də 3 bölək 2-dir. Sonra keçək üçüncüsünə. Y bərabərdir 3 çıxaq sinus kvadratı 3x-ə. Ən böyüklə ən kiçik qiymətinin cəmini istəyir.
Deməli, baxırıq nəyə? Sinus kvadrat 3x-in, burada kvadratdır artıq, cüt dərəcədir. Ən kiçik qiyməti 0-dır, ən böyük qiyməti 1-dir. Eləyəcək 3 çıxaq 0-dan 2. Burada vursaq eləyəcək, yəni çıxsaq eləyəcək 1-lə 3. Ən böyük qiymət 3-dür, ən kiçik 1-dir, cəmlərdə 4-dür. Dördüncüyə baxırıq. 12 kosinus kvadratı alfa üzərinə gəlsin 2 sinus kvadratı alfanın ən böyük qiymətini istəyir. Burada sinus kvadratı alfanın yerinə 1 çıxaq kosinus kvadratı alfa yazmaq lazımdır. Üzərinə gəlsin 2 vurulsun 1 çıxaq kosinus kvadratı alfa. Buradan davam edək onda. Buradan davam edək. Eləyəcək 10 kosinus kvadratı alfa üzərinə gəlsin 2. Bunda aldığı qiymətlər 0, 1-dir. Üzərinə gəlsin 2. Eləyəcək 0, 10. Üzərinə gəlsin 2. Burada eləyəcək 2 ilə 12 aralığı. Ən böyük qiymət deyildirsə 12. Son nümunəyə baxırıq. Fx bərabərdir. Sinus kvadratı x. Çıxaq sinus x. Üzərinə gəlsin 7,25. Bu biraz maraqlıdır. Bunun y-ni istəyir. Burada birbaşa yerinə 0, 1 və yaxud da ki, mənfi 1 qoymaq səhvdir. Burada sinus x-ə bir t desək, eləyəcək t kvadrat çıxaq t üzərinə gəlsin 7,25. Bu da eləyəcək t kvadrat çıxaq t üzərinə gəlsin 4-də 1 üzərinə gəlsin 7. Eləyəcək t çıxaq 1 bölək 4-ün kvadratı plus 7. Aha, indi fx olacaq sinus x, yəni yerinə qoysaq t-nin çıxaq 0,5-in kvadratı plus 7. Buna 0 verə bilərik. Bu alacaq 7. Mənfi 1 versək 9,25 alacaq. Eləcə 1 də versək 7,25 alacaq. Deməli, ən böyük 9,25-dir, ən kiçik də 7-dir. Yəni, bu aralıqda qiymətlər alacaq. Yəni, qiymətlər çoxluğu budur. Və bu da izahımızın sonu idi.